Maye sabununu boşaldırıq umuvalikin içine. Bax bu qaydada tam olaraq boşaldırıq hamısını. Son damcısına kimi. Yaxalayırıq ki, içində heç nə qalmasın. Hətta pulverizatörün içini də yaxalamaq lazımdır ki, içində heç nə qalmasın. Sonra hər hansı bir diş pastası götürürük. Ən azı 100 qram olmalıdır. Və tam olaraq boşaldırıq bax bu qabın içinə. Axıra kimi qətiyyən xəsislik eləmək lazım deyil. Və ağız yaxalayıcısı əlavə edirik. Tam olaraq belə olmalıdır, yarı bayarı. Sonda 1 çay qaşığı da soda, yəni karbonat əlavə edirik. Ağzını bağlayırıq. Maksimum yaxalamalısınız ki, içindəkilər tam qarışsın. Növbəti videomda üz dərisinin ağarması və dərini hamar edən, qırışları aradan qaldıran möhtəşəm bir maska sizlərlə paylaşacağım. Ona görə mütləq videonu bəyənin və kanalıma abunə olmağı unutmayın ki, bax belə faydalı videoları qaçırmayasınız. Son olaraq bunu bura gözəl yapışdırırıq. Bu arada sizin də burada məhsulunuzun reklamı ola bilərdi. Ona görə mənimlə əməkdaşlıq və reklam təklifləri üçün Instagrama direktdə əməkdaşlıq sözünü yazın. İndi isə bu resepti diş fırçamızın üzərinə əlavə edirik. Və bu qayda ilə dişlərinizi fırçaladığınız zaman dişləriniz karyesdən qorunur, inanılmaz ağarır və sağlam qalır. Məncə çox gözəl dişlərim ağardı, super effekt verdi. Ona görə dostlarınızla paylaşın ki, onlar da bilsinlər. Siz də bir aya 10-15 kilo əgər arıqlamaq istəyirsinizsə dərmansız, zəmanətli şəkildə Instagrama direktdə mənə arıqlama proqramı yazın. Hər bir bizə məlumat göndəriləcək.